Sabah saat 3-də adaptasiya təlimimiz olacaq, yeni qruplar gedəcək, 20 nəfər olacaq. Hər zaman xidmətlərimizdən danışırıq. Bu dəfə sizə xidmətdə sağ əlimiz olan könüllü dostlarımızdan danışacağam. Sizcə onlar niyə bütün mərkəzlərimizin hər nöqtəsindədirlər? Çünki könüllü dostlarımız vətəndaşların qarşılanması və xidmət pəncərəsinə yönləndirilməsi, ərizələrin yazılması, vətəndaşların məlumatlandırılması, elektron vasitələrdən istifadəyə yardım edilməsi, rəy sorğularının aparılması, vətəndaşlara xüsusi diqqət və qayğı göstərilməsi sahələrində bütün mərkəzlərimizdə 2019-cu ildən bəri sizə kömək edirlər. Bu günə qədər Könüllü Dost proqramına 6200-dən çox könüllü cəlb olunub. Hazırda mərkəzimizdə sizlə dostluq edən könüllülərimizin biri də Rasim Hüseynovdur. Könüllü kimi fəaliyyət göstərdiyim müddətdə fikirləşirdim 1-2 həftə fəaliyyət göstərərəm. Olmazsa, alınmazsa bu fəaliyyəti dayandıraram. Amma artıq könüllü kimi fəaliyyət göstərdikdə, əsasən də dost mərkəzində könüllü kimi fəaliyyət göstərdikdən sonra 1-2 həftədən sonra artıq hətta dedim ki, burada uzun müddətli fəaliyyət göstərə bilərəm. 2 ayın sonunda hətta artıq mən könüllü kimi fəaliyyətimin bitməsini istəmirdim. Ondan sonra hətta 2 ay təcrübəsi kimi də fəaliyyət göstərmişəm. Buradan bütün gənclərə, hətta özüm 26 yaşında olmama baxmayaraq, heç vaxt həqiqətən gec olmadığını bildirmək istəyərəm. Gülsüm Baxışova da könüllü dostumuzdur. Artıq 3 aya yaxındır ki, o da mərkəzimizdə sizlə dostluq edir. Könüllü dosta qoşulmaq məqsədi isə gələcək karyerası üçün bacarıqlarını daha da inkişaf etdirməkdir. Xidmətdən razı qaldınız? Belə razıyam. Çox belə sağ olun. gözəl uşaqlar işləyirlər. Maşallah, çox gözəl işləyirsiniz. Çox sağ olun. Burada qazandığım uğurlar, qazandığım insanlar və təbii ki, qazandığım fürsətlər mənim həyatım boyunca unutmayacağım fəaliyyətlər siyasətine daxil oldu. Mən çox sevinirəm ki, dost könüllüsü olmuşam və burada qrup rəhbəri olaraq da fəaliyyət göstərmək mənim həyat yolumda bilirəm ki, mənə böyük bir uğur əldə etməyimə kömək olacaq. Könüllü dosta hər kəs öz maraq dairəsinə uyğun qoşulur. Könüllü dost proqramının 7 alt proqramı var. Gənc dost, inklüziv dost, distant dost, korporativ dost, teledost, digidost və gümüşü dost alt proqramları mövcuddur. Fəal və sağlam yaşlanmaq məqsədi ilə biz Gümüşü Könüllü Dost alt proqramını da yaratmışıq. Bu proqram pensiyaçılarımızın reinteqrasiyasına və asudə vaxtlarının qiymətləndirilməsinə hədəflənib. Nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtını faydalı keçirməsinə töhfə verən Gümüşü Dost alt proqramının 100-dən çox məzunu var. Uzun müddət riyaziyyat müəllimi olmuş və hazırda təqaüddə olan 66 yaşlı Nürəddin Salayev könüllü gümüşü dostumuzdur və vaxtının bir hissəsini dost mərkəzlərimizdə vətəndaşlarımıza xidmətdə keçirir. Könüllü dostu ilk növbədə mənə əvvəl mənlə bir yerdə işləmiş Fuad Latifov. O özü bir sayılı könüllü dost xidmətində gümüş könüllü işləmişdi. Mənə məsləhət gördü, mən üçün də maraqlı oldu və razılaşdım. Ona görə də martın 28-dən mən bir sayılı dost xidmətində gümüş könüllü kimi fəaliyyət göstərirəm. Könüllü dost proqramına qoşulanların şəxsi inkişafına töhfə vermək üçün proqram çərçivəsində daim yeni layihələr və təlimlər keçirilir. Bura könüllülərin yumşaq bacarıqlarının artırılması, yaradıcılıq, kommunikasiya qabiliyyətlərinin inkişafı və cəmiyyətdə aktiv iştirakının təmin edilməsi də daxildir. 2 aylıq təcrübə proqramında, yəni könüllü fəaliyyəti zamanı onlar komanda ilə işləmək bacarığıdır, düzgün korporativ mühitin yaradılması fonunda vətəndaşlarla iş necə olur, onları öyrənirlər. Həmçinin zamanın idarə edilməsidir, təşəbbüskarlıqlarının inkişaf etdirilməsidir. Bu kimi bacarıqlara praktiki yiyələnirlər. Bizimlə birgə mərkəzlərimizdə öyrənmək və inkişaf etmək istəyirsinizsə, bu elə də çətin deyil. Könüllü dost yazıb sayta daxil olaraq sizin maraq dairənizə uyğun alt proqramdan qeydiyyatdan keçə bilərsiniz. Dost mərkəzlərində daim sizin yolunuzu gözləyən könüllü dostunuz var.